15 Mart. Bugün imtahan günüdür. Bəzi şeylərin başlanğıcıdır. İmtahan buraxılış vərəqəsi. Yoldaşlar gözləri gülür yenə də. Neplохо было, я думаю. Yazaqladım. 1-3-5 yazdım, 1-3-5 çıxıyor. Yəni idarə elədiyinizsə çox qəliz idi. O vlog bugün hamınıza salam video və kanalıma xoş gəlmisiniz. Bugün ən vacib günlərdən biri də hal-hazırda 15 Mart. Bugün imtahan günüdür. Hal-hazırda evdən çıxıram. Görmüş olduğunuz kimi əynimi falan geyinmişəm. Kombin hazırdır. İmtahan kombini də eləmədim demərəm. Təbii ki, əlimdəki vərəqdən, təbii ki, imtahan vərəqim də hazırdır burada. Hər bir şey, ruska, karandaş və s. hər bir şey götürmüşəm. İlk olaraq onu demək istəyirəm ki, hələ ki həyəcanım yoxdur, amma həm də var. Çox qəribə bir şeydir. Bunu necə başlamaq olar bilmirəm. Bunu ancaq imtahana girənlər başa düşər deyə düşünürəm. Relax olmağa çalışıram. Çünki düşünürəm ki, bu hər şeyin sonu deyil deyə düşünürəm. İmtahan da təbii ki, vacib bir şeydir. Yəni çox böyük önəm daşıyır, istər-istəməz təhsildir. Amma bu o demək deyil ki, hər şey sonudur. Pis yazsam, yaxşı yazsam və s. Bu o demək deyil ki, hər şeyin sonu gəldi. Vəsə, yəni pis yazdım, pis keçdi falan heç bir şey demək deyil. Mənim fikrimdir, bu mənim şəxsi fikrimdir. Düşünürəm ki, bu bəzi şeylərin başlanğıcıdır. Çünki sonu bildiyimiz hər bir şey əslində bir şeyin başlanğıcı ola bilər. Siz mən başa düşdünüz nə demək istəyirəm. Biraz həyəcanda var deyə çox normal cümlələr qura bilməyə bilərəm. Bəzən belə həyəcan gəlir, gedir. Ona görə özüm də bilmirəm. Qısaca saat hal-hazırda bir 10 tamama yaxınlaşır. Evdən çıxmalıyam. Çünki məktəblə evin arasında maksimum 15 dəqiqə var. Mənim getdiyim əslində məktəb həm liseydir, həm məktəbdir. Ona görə bilmirəm nə dərəcə daha qat ola bilərlər, daha normal ola bilər. Tam bilmirəm. Yəni onu demək istəyirəm ki, ürəyinizi sıxmayın. Pis yazsaz, yaxşı yazsaz, yenə də yazasız deyə düşünürəm. Düşünürəm ki, hər şey ən xeyirli bir şəkildə olacaq. İnanmaq istəyirəm, manifestləyirəm. Dua eləyin çoxlu. O da çox işə yarır bu arada. Hər şey dəyişdirə bilərsiniz duanızla deyə düşünürəm. Təbii ki, baxır necə bir dəyişiklik gözləyirsiniz, amma siz yenə də eləyin. Və düşünürəm ki, hər birimiz bacaracaq bu imtahanı. Yaxşı və ya pis, heç bir fərqi yoxdur. İmtahan necə keçəcəyi haqqında çox bir fikrim də yoxdur əslində. Çünki bildiyim yerlərdən düşə bilər, çətin düşə bilər, gəlir suallar çox ola bilər, vaxtı çatdırmama ehtimalımız çoxdur. Çünki 9 Martda verən uşaqların ən çox şikayəti çətin olması, qəliz olması və vaxt çatdıra bilməməkləri idi. Bunları mən də nəzərə aldım ki, eyni səhvləri mən də etməyim. Həyəcanlananlara və s. demək istəyirəm ki, narahat olmayın. Mən də çox narahatam əslində, belə relax görməyimə baxmayın. Hər şey bu arada içimdə çəkən bir insanam. Normalda çox üzə verən bir insan deyiləm. Ona görə həyəcanlı bu dəqiqə içimdədir, çox üzə verə bilmirəm. Ora gedəndə böyük ehtimal o həyəcan daha da qalxacaq. Çünki birinin ürəyi gedir, birinin nə bilim, biri qışqırır falan. Ona görə biraz adam həyəcanlanır yanındakılara baxanda. Amma relax olun, yazacağımıza inanıram. Hər birimiz bacaracağıq da qısaca. Mən buna inanmaq istəyirəm. Burada bu video böyük ehtimal Rusiya alış-veriş vlogundan sonra gələcək. Ondan sonra unboxing videosu gələcək, makyaj açılımı və s. Çünki çatdıra bilmirəm. Həqiqətən çatdıra bilmirəm. Mən əslində bu videonu 15 Martda həm çəkib həm atmaq istəyirəm. Çünki imtahan günü çıxanlar bu videonu rahatlıqla baxa bilsin deyə. İndi qısaca çıxırıq. Ən əsas vərəqimi götürmək istəyirəm. Bunu unutmaq istəmirəm. Şəxsiyyətim də içindədir bu arada. Yəni faylın içindədir. Kombini də sizə göstərim. İçində belə Tominin koftası var. Üstündə belə bir cins. Yəni bu şəkildə, əbədə belə bir sumka, onu da demək unutdum. İmtahan buraxılış vərəqəsi belə göstərim. Çox bir danlılarım getməsin də ortada. Tükəzdən düşmüşəm, ona görə bir gələcəyik. Həyəcanlıyam. Evdən çıxdığım üçün həyəcan yavaş-yavaş gəlməyə başladı. Amma relax olasan ki, relax olasan. Neyse, gəlin çıxaq artıq, çünki keçikmək istəmirəm. Hamımıza uğurlar demək istəyirəm. Başqa da bir şey deyə bilmirəm. Ağılıma gəlmir. Qısaca nə deyim bilmirəm. Saçımda damıldı. Hamımıza qısaca uğurlar. Hamımız yazacağımızı düşünürəm. İnanmaq istəyirəm. Bu il olmur, gələn il olsun. Heç bir fərq yoxdur. Bu heç bir şey yenə deyirəm. Sonu deyil. Heç bir çox böyük bir rol daşımır. Təbii ki, yenə deyirəm. Yaxşı yazsız əslində yaxşı və böyük bir rol, çox böyük bir məna daşıyır. Amma yaxşı ya da pis yazsanız belə yenə də pis olmağa dəyməz. Yəni bu bizdən dəyərli bir şey deyil qətiyyən. Yəni bu bizdən dəyərli bir şey deyil. Bu sadəcə bir imtahandır. Yazıb çıxacağıq. Yəni deyirəm, çox böyük bir şey daşımır əslində. Bizim qədər önəm daşımır, belə deyim. İşte gəldi. Düşün artıq. Biləm, şütün adam var.
Yoldaşlar bilmiyor. Almalı yanında yedik yok. Böyle de gelenler. Hiç şansı ne cümle. Var görürsen ben buradan hepsini görmüyorum. Ya Allah için. Gözləri gülür yenə də. Oğlanlar gülür çox. Hə, qızlar gülmürlər. Bilmem, ben de mandrajdayım, hem de əsrəm. Öyle böyle. Ну, неплохо было, я думаю. Какая ты милая. Biz demə çıxdıq. Taksi nəkliyə düşdük, bunları bir yerdə tapdım. Yoxlayırıq indi. Boş rəziyyatları. Ayında necə idi? Çətin idi, asan idi? Çok pis idi. Heç nə yazanmadım. Çok pis idi. Biraz ağladım. Açıq sual atmışam, düz çıxır. Yes. 1-3-5 yazın, 1-3-5 düşür. Hakkı. Yes. Əsəmlə toxunur. Hamımız yoxlayırıq buradan. Şimdi mən ayrıca evdə bildirəcəm. Hamınıza imtahandan bir gün sonrasından salam. Vlogu editləyəndə fikir verdim ki, öz düşüncələrimi deməmişəm videoda və dedim ki, indi bunu çəkim. Çünki sizə hal-hazırda ən çox gözlənilən vloglardan birini çəkirəm. Belə göstərim, siz özünüz başa düşəsiniz. O vlog bugün ya da sabah bu ehtimal ki gələcək. İndi isə keçək imtahan haqqındakı düşüncələrimə. Düşünürəm ki, 9 martdan əslində eyni düşmüşlər, eyni tip suallar da var idi və bəzi suallar var idi ki, 9 martın suallarına baxanda bəziləri biraz asan idi. Yəni biraz daha başa düşmək olurdu. Çünki əslində evə gələrəm, suallara baxıram. Suallar sadəcə çətin olmaqdan əsvər gəlir suallardır. Yəni biz bunu imtahan vaxtı o mandrajda, o həyəcanda çox da bir başa düşə bilmirik. Çünki gəlir sualları dediyim kimi. Yəni deyəm ki, imtahan belə su kimi keçdi, çox rahat idi falan, yox. Bəzi məqamlar var idi ki, çox rahat idi. Bəzi məqamlar var idi ki, heç rahat deyil. %50-50-dir, yəni mənim fikrimcə. Riyaziyyata gələndə ki, yenə riyaziyyata heç bir sözüm yoxdur, yəni sözsüz ki, yəni söz tapaq olmur riyaziyyata, özünüz bildiniz. Riyaziyyatdan qapalar biraz daha asan idi. Açıqlara yenə deyirəm, söz yoxdur. Rus dili normal idi, normal çətinlikdə idi. Mətnlər çox qəliz idi. Rus dilindəki mətnlər, yəni biz necə bir mətnə baxıram, imtahan olduğunu başa düşürəm. Ona görə biraz daha bir oxumağa çalışıram. İngilis dili listening, yəni xod vermək olmurdu və sanki kimsə pıçıldayır otağın içində, elə eşidilirdi. Yəni biz necə eşidilirdi listening? Yəni xod vermək istəyirsiniz və verə bilmirsiniz. Qəribə səslənirdi açığı. Çünki bir şey eşidirik, həm də bir şey eşitmirik. Normal da deyə bilmək olmaz əslində, amma yəni idarə elədik necəsə. Bilirsiniz ki, 2 dəfə səslənir avtomatik olaraq. Yəni nə bilim, başdan başlatmaq və ya başqa bir yerinə qoymaq olmur listeningi bilməyənlər üçün. İlk olaraq ingilis dili idi, rus dili və daha sonra isə riyaziyyat. Yəni kitabçada belə idi. Təbii ki, siz istədiyiniz yerdən başlaya bilərsiniz. Sadəcə avtomatik olaraq saat 11-də, yəni imtahan başlayanda ilk olaraq listeningdir. Listeningi edəndən sonra istədiyiniz fəndən də keçə bilərsiniz. İstədiyiniz fəndən davam edə bilərsiniz qısaca. Qısa bir araya girmək istəyirəm. Demək istəyirəm ki, qəti şəkildə 3 saatlıq bir imtahan deyildi. 3 saatdan daha çox vaxt tələb edən bir imtahan idi. Şəxsən mən özüm kodlaşdırmanı 10 dəqiqə qalmış etmişəm. Çünki vaxtım qəti şəkildə çatmırdı. Açıq tipli sualların cavabını kodlaşdırmaya yazmaq lazım olduğu üçün ekstra bir vaxtımız gedir. Çünki əl yazısına yazmaq lazımdır. Ən əsas və ən böyük problemlərdən biri isə vaxt çatışmamazlığı idi. İndi isə davam edək videoya. Yəni imtahanın vlogunu editlədim. Bugün 16 martda, 16 mart saat 6-da, yəni ən gec saat 6-da yayında olacağını düşünürəm. Çünki hər bir edit eləmişəm. Sadəcə bu videonu yerləşdirib artıq yayına vermək qalıbdır. Düşünürəm ki, hər birimiz yaxşı yazarıq. Bu şəkildə bunu da elədik, bundan da keçdik. Bir imtahan artıq daha geridə qaldı. Geriyə qalır blok, Azərbaycan dili və qabiliyyət imtahanı. Və gələcək blok imtahanında da hamıya uğurlar. Düzdələ var, amma yenə də
demək istədim. Yəni görmüş olduğunuz kimi mənim imtahanım bu şəkildə keçdi. Mənim düşüncələrim bunlar idi. Və mənə əslində həm də maraqlıdır sizin imtahanınız necə keçdi. Nələri dəyişdirmək istərdiniz, nələrdə çətinlik çəkmisiniz, nələri tamam başqa təsəvvür edirdiniz, gözləntiləriniz nələr idi, necə çıxdı. Yəni bunlar hər biri mənim üçün çox maraqlıdır. Onlar da rəyləri yazmağı unutmayın, çünki hər birini dediyim kimi oxuyub cavablandırıram özüm. Və videonun artıq sonuna gəldik. Kanalıma abunə olmağı, videoma like və yorum atmağı unutmayın. Sizləri sevirəm. Digər unboxing videosunda görüşmək üzrə.